Ona görə hətta biz Quran-ı Kərimə nəzər salsaq, görərik ki, Quran-ı Kərimdə Allah Subhanahu wa Taala özü əmr edir alimlərdən soruşmaq. Allah Subhanahu Taala buyurur ki, "Fəsəlu əhlə zikrin kuntum la ta'lemun." Əgər bilmirsə, onda neyinin? Yəni bilən adamlardan, zikr əhlindən soruşun. Demir Allah Subhanahu Taala ki, heç kimdən soruşmayın. Özünüz oxuyun, çıxardın nəticələri, nə istəyirsə edin. Belə deyil. Bəli. Belə deyil. Və həmçinin Allah Subhanahu Taala neçə dənə ayədə alimləri tərifləyir. Bilənləri tərifləyir. Deyir məsələn Allah Subhanahu Taala "Həl yestəvillezine ya'lemun vellezine la ya'lemun." Məgər eynidirmi o insanlar ki bilir və bilmir? Başqa ayədə Allah Subhanahu Taala buyurur ki "İnnema yaxşallaha min ibadil ulema." Yəni Allahdan həqiqi mənada doğru şəkildə ondan qorxar kim? Ancaq alimlər. Yəni alimlər Allahı Subhanahu wa Taala ən gözəl, ən düzgün şəkildə başa düşərək Allah və onun dinini və ona görə də düzgün şəkildə ondan qorxarlar. Və ona görə görürsünüz ki, insan elmsiz yanaşanda dinə və ya Quran-ı Kərimə və ya hədislərə mütləq azır. Ya ifrata düşür, ya təfritə. Ya məsələn lazım olmayan şeyləri özünə vacib eləyir, şirdir, və yaxud əksinə səhlənkarlıq edir. Bu da təfritdir. Ona görə həqiqi alimlər, onlar düzgün şəkildə, necə Allah Subhanahu Taala buyurur bu ayədə, Allahdan qorxarlar.